bizim hal-hazırda oxuduğumuz kitab, mən təbəssüm göstərsəm də, biraz dram janrındadır. Kitabda baş verən hadisələri yəqin ki, hamımız oxumuşuq. Və biz qrupa atdıq bu filmi. Ən azından aradakı motivlərdən hali olaq. Kitabda bir-iki şey var idi. Məsəl üçün, kitabın mən belə deyim də adamlar üzərindən getməyə, personajlar üzərindən getməyə daha çox istəyirəm. Deməli, Əfqanistanda hardasa deyək ki, Əfqan torpaqları tarixi cəhətdən belə səhvlərlə ərazilərinə daxil olub. Aslında mən kitabı axıra qədər oxumamışam. Çünki o biraz məndə də əsəblər biraz şeydi. Oxuyan kimi mənim əsəb. Deməli, mən daxil olmaq istəyirəm kitabın öz yazılarına. Ümumiyyətlə, bunu deyim ki, burada oturan demək olar ki, əksəriyyət hamısının ürəyi doludur. Cəsarəti niyə yox idi? Bax, gəlirəm o mövzuya. Cəsarəti ona görə yox idi ki, bunun uşaqlığında atası həmişə müqayisə edir. Bax, orada nar ağacının altında nar tulluyur buna. Mən birinci elə bildim ki, orada öyrənmək istəyir də ki, mən nə qədər cəsarətsiz olacağam.